Zəhmət olmasa kondisioneri qoşun. Kondisioneri qoşan zaman dərsəsə baxın. Avtomobildən belə səs gəlir, bax. Bir qədər. Söndür. Kimin avtomobilində bu problem varsa, bunun səbəbi baxın bu hissədə yerləşən baxın dinamanın Bendix hissəsidir. Baxın gördüyünüz kimi dinamanın baxın Bendix hissəsini hal-hazırda yenisi ilə əvəz eləmişik. Baxın bu hissədə yerləşir bax Bendix. Bax burada. Yenisi ilə əvəz elədik. Bir daha zəhmət olmasa xodlayın. Baxın. Kondisioneri qoşun. Baxın. Heç bir şəkildə avtomobil səs eləmir, normal qaydasında işləyir gördüyünüz kimi. Baxın. Görürsünüz. Söndür. Gördüyünüz kimi bir dənə bunu dəyişdik. Problem də aradan qalxdı. Yəni kondisioneri qoşanda burada drajeniyanın səbəbi, içəriyə dırıltı səsinin gəlməsinin səbəbi əksər hallarda baxın bu Bendix olur. Sağ olun, salamat qalın. Videonu bəyənib səhifəni izləməyi unutmayın. Kim də gəlmək istəsə servisimizə, əlaqə nömrəmiz səhifədə var. Əlaqə saxlayıb yaxınlaşa bilər. Sağ olun, salamat qalın. Diqqətiniz üçün təşəkkürlər.